Dedim, nə olub ay xanımlar? Biz şəhid analarıyıq. Dedim, nə olsun ki? Kimliyindən asılı olmayaraq sənə də aiddir Səidə Bəkir qızı. Heç kimin ixtiyarı yoxdur ki, şəhid anasına desin ki, hə, nə olsun şəhid anasısan. Bu ən azı şəhid analarına qarşı hörmətsizlikdir. Minanın üstünə ki, ayağınızı basanda Mina demilir. Bir də baxım görüm, sən şəhid anasısan, yoxsa partladım səni. Sizin məntiqinizlə belə çıxır ki, əgər kimsə portalda qeydiyyatdan keçibsə, ona Mina toxunmayacaq. Əgər keçməyibsə, Mina ona toxunacaq. Özü də bunu elə tərzdə, elə səs tembri ilə, elə sarkazmla deyirsiniz ki, sanki sıravi başqa bir insanlar haqqında danışırsınız. Axı sizin yanınızda olanlar şəhid analardır. Erməni dilində deyirdi Mina, çünki Mina bassan ermənidir. Belə dayandılar şəhid anası. Səidə Bəkir qızı, məyər siz erməni dilini bilirsiniz? Nə bildiniz ki, Minanın üzərinə bastalayanda Mina erməni dilində bu sözlər deyəcək. Görünən odur ki, sizin jurnalistikanın J-sından, məntiqin isə M-sından xəbəriniz yoxdur.